Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizin üçün çox dadlı, yumuşaq, ağızda əriyib gedən, günlərlə qalsa belə boyatlanmayan zərif bir şirniyyat hazırlayacağım. İçliyi də qalıb tam sizlərin zövqünə, istədiyiniz içliklə bu şirniyyatı hazırlaya bilərsiniz. Sizin üçün də maraqlıdırsa keçək hazırlanmasına. Xəmir üçün 520 qram un götürürük. Bu da hər zaman videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsüylə 4 stəkan un eləyir. Üzərinə 200 qram ev temperaturunda yumuşalmış kərə yağı və ya margarin hər ikisindən istifadə edə bilərsiniz. Bir çimdik duz, bir paketdə şəkərli vanil əlavə edərək unla yağı əlimizlə ovaraq tam umaç halına gətiririk. Dəyərli izləyicilərim, kim hardan videomu izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Çünki videolarımızın bəyənmə sayı nə qədər çox olarsa, videolarımız da bir o qədər çox insanların qarşısına çıxar və kanalımızın böyüməsində siz də mənə bu cür dəstək olmuş olarsınız. Dəstək olan hər kəsdən də Allah razı olsun. Buradan hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Və gördüyünüz kimi yağla unu tam umaç halına gətirdikdən sonra üzərinə 200 qram xama əlavə etdim. Bir paket, yəni 10 qram qabartma tozu, bir ədəd də ağlı sarılı yumurta əlavə edib çəngəllə bunları əvvəlcə yaxşı-yaxşı qarışdırıram ki, qabartmadır, xamadır, yumurtadır, hamısı qarışsın və artıq xəmirimi əlimlə yoğurmağa başlayıram. Xəmir çox yumuşaq və ələ yapışmayan bir xəmir olur. Onu da nəzərinizə çatdırım ki, mən burada bu şirniyyatın içliyi üçün kokosdan istifadə etdim. Sizlər istədiyiniz içlikdən istifadə edə bilərsiniz. Bir də xəmirə gördüyünüz kimi bir ədəd ağlı sarılı yumurta əlavə etdim. Siz istəsəniz hətta 2 yumurta götürüb yumurtanın ağlarını sarısından ayırıb 2 ədəd yumurtanın sarısını xəmirə əlavə edə bilərsiniz. Ağlarını da içlik üçün saxlaya bilərsiniz. Və gördüyünüz kimi artıq xəmirimi yoğurdum. Yumuşaq bir xəmir olur və qətiyyən ələ yapışqanlığı olmur. Baxın, burada da sizlərə göstərirəm. Ələ qətiyyən yapışmır, yumuşaq bir xəmirdir. Xəmiri yoğurduqdan sonra eyni bərabərdə olmaqla 4 hissəyə bölürük. 4 hissəyə böldükdən sonra böldüyümüz hər bir hissəni də kündələyirik. Və həmin bu 4 ədəd kündəni biz üzərini salafanla örtüb, soyuducunun buzluq olmayan adi gözündə bir 25-30 dəqiqə müddətində gözlədirik. Bu müddətdə də içlik hazırlayırıq. Bu şirniyyatın içliyi üçün istədiyiniz içlikdən istifadə edə bilərsiniz. Mən burada kokos, şəkər tozu və yumurta ağı olaraq bu içlikdən istifadə etdim. 2 stəkan kokosa 1 stəkan şəkər tozu və 1 ədəd yumurtanın ağını əlavə etdim. Amma içliyim çox olduğu üçün demək olar ki, yarısı artıq qaldı. Sizlərdə də artıq qalmasın deyə mən açıqlama bölümündə də qeyd edəcəm. 1 stəkan kokos, yarım stəkan şəkər tozu və 1 ədəd yumurtanın ağından istifadə etsəniz yetərlidir. Yarım saat keçdikdən sonra kündələri soyuducudan götürürəm və bir-bir alt hissəsinə, üzərinə çox yox, azacıq un səpərək incə, nazik şəkildə düzbucaqlı formasında yayıram. Kündəni yayarkən mütləq çalışın incə şəkildə yayın, çünki kündə qatlandıqca qalınlaşır. Çox qalın qalmasın, bişəndə içərisi xəmir olmasın deyə ona görə yayarkən mütləq çalışın ki, incə şəkildə yayın. Ümumilikdə bizdə 4 ədəd kündə alınır. 4 ədəd kündəni də ayrı-ayrı yayıb, hər birini ayrı-ayrılıqda 6 hissəyə böldükdə, yəni hər bir kündədən 6 ədəd lenta kəsirik və ümumilikdə bu reseptlə bizdə 24 ədəd şirniyyat alınır. Xəmiri özünüz də görürsünüz, gördüyünüz kimi çox incə şəkildə yayıram. Çünki qatlanacaq, qatlandıqda xəmir qalın qalmasın. Və gördüyünüz kimi baxın, lentalar kəsirik və hər bir kündəni 6 yerə bölürük. İçlikdən əlavə edirik. 1 çay qaşığı dolu içlik əlavə edirik və 3 qulaq formasında bükürük. Bükdükdən sonra xəmirin biraz baxın, buradan belə çıxıntısı qalır. Onu da yenə xəmirin alt hissəsinə yerləşdiririk. Çox rahatlıqla bükürük. Digər kündələrimdə mən yayda ərik mürəbbəsi hazırlamışdım bütöv halda.
Çox dadlı mürəbbədir o da. Həmin o əriyin suyunu yox, yəni mətini yox, sadəcə dənələrini götürdüm. Ortadan 2 yerə böldüm və digər xəmirlərin də bəzilərində 1 çay qaşığı bu kokoslu içlikdən əlavə etdikdən sonra həmin o mürəbbənin bütöv halda dənəsini də, yəni yarı halda dənəsini kokosun üzərinə qoyub bükdüm. İnandırım sizlərə, dadı o qədər ləzzətli alınmışdı ki, xəmir çox gözəl, yumuşaq, zərif bir xəmirdir. Ona görə istədiyiniz içlikdən istifadə edə bilərsiniz, amma çalışın çox duru içlikdən istifadə etməyin ki, bişərkən kənarlarından süzülməsin, axmasın. Biraz qatı içlik olsun. Mən ona görə digər xəmirlərimdə, indi özünüz də görəcəksiniz, o əri mürəbbəsinin dənəsini sırf onu, yəni təkcə qoymadım içlik olaraq. Yenə də 1 çay qaşığı kokos əlavə etdim içərisinə, üzərinə yarı şəkildə əriyin, yəni mürəbbəsini əlavə etdim ki, suyu kənarlardan axmasın, xəmiri linc etməsin. Qoz ləpəsi, şəkər tozu, yumurta ağı qarışdırıb bu içlikdən də istifadə edə bilərsiniz. Kəsmiyeli içlik olsun, bezeli qozlu içlik olsun, almalı içlik olsun. Yəni içlik artıq qalıb tam sizlərin zövqünə, istədiyiniz içliklə bu xəmiri hazırlaya bilərsiniz. Bu içliklə də mən çox bəyəndim. Baxın, kokos və üzərinə belə yarım bölünmüş əriyin bütöv dənəsi, çox bəyəndim bu içliyi, çox ləzzətli alındı. Bu şirniyyat elə bir şirniyyatdır ki, günlərlə qalsa belə boyatlanmır, çox yumuşaq qalır. Hamısını hazırladıqdan sonra öncədən isidilmiş sobalarda, adi sobalarda 180 dərəcədə sobanın ən aşağı gözündə bişirə bilərsiniz. Mən konveksiya rejimində 120-130 dərəcə arasında sobanın ən aşağı gözündə tam 45 dəqiqə müddətində bişirdim ki, içərisi xəmir qalmasın, gözəl pişsin. Tam soyduqdan sonra isə üzərlərinə bol şəkər pudrası səpərək süfrəyə verə bilərsiniz. Gördüyünüz kimi çox gözəl alınıblar. Qəşəng şişiblər, möhtəşəm bir şirniyyat alınıb. Üzərini çox qızartmadım. Xəfif azca qızardı. Altı isə tam qızarıb. Baxın, burada üzərinə şəkər pudrası səpmədiyim şirniyyatlardan da kəsib iç görünüşündə sizlərə göstərirəm. Mən bu içliklə olanı daha da çox bəyəndim. Həm kokos, həm əri ilə dadı möhtəşəm alınıb. Amma sadə kokoslu içliklə olanın da dadı çox ləzzətli idi həqiqətən də. Göz haqqınızı halal edin, hazırlayan hər kəsə nuş olsun. Videonu yaddaşa verib bəyənməyi və yaxınlarınızla paylaşmağı unutmayın. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.